Çıxış üçün söz verilir Əminə Seyidzadəyə, Masallı rayon Yeni Azərbaycan Partiyasının təşkilatının sədr müavini. Möhtərəm Prezidentimizin böyük zəhməti sayəsində Azərbaycanın gəncləri ölkəmizin quruculuq işlərində öz istiqamətini götürmüş və bu yolla gedir. Bu gəncliyin bir üzvü kimi Cənab Prezident, sizi əmin etmək istəyirəm ki, biz sizin əmr və sərəncamlarınızdan irəli gələn bütün vəzifələri həyata keçirməyə qadirik. Sizin varlığınızla, ruhlanmağımızla bərabər, bir də ona görə sizə minnətdarıq ki, siz Azərbaycan gəncliyinin ən parlaq nümunəsi olan İlham Əliyevi ona bəxş etmişsiniz. Mən təəccüb edirəm. Bütün bunları görmək yəni çox çətindir. Onsuz da tarix bu görülən işləri qızıl hərflərlə öz beyninə köçürmüşdür. Niyə siyasi oponentlər Heydər Əliyevin tariximizdə apardığı işlərinə göz yumur, bütün dünyaya görünəni görmək istəmirlər? Elə buna cavab olaraq böyük ədəbi simalardan birinin bir kəlamını burada xatırlatmaq istəyirəm. Gündüz yarasalar görmürsə əgər, bunun üçün var mıdır günəşdə nöqsan? Kör olsun minlərlə, qoy elə gözlər, qaranlıq çökməsin günəşə bir an. Bizim günəşimiz yanır və əbədi olaraq yanacaqdır. Mən 20-ci əsrin əvvəllərində azadlıq aşiqlərimizdən biri olan Məhəmməd Hadinin nə üçün mənim xalqımın imzası dünya xalqlarının imzaları arasında görünməsin dərdli bir çağırışına, rahat uyu şair, sənin xalqının imzası artıq dünyanın ən qüdrətli ölkələrinin imzaları arasında öz işığını saçır. Mənim bir arzum var və güman edirəm ki, möhtərəm Prezidentimiz bu bayram günü mənim arzumu ürəyimdə qoymayacaq. Cənab Prezident, mən adlarını çəkdiyim bu azadlıq mücahidlərinin artıq azad olmuş ruhları xatirinə, mənim bir Azərbaycanlı gənci kimi sizə olan sonsuz və yüksək ehtiramın xatirinə, Azərbaycan adlı məmləkətin bütün dünyada varlığını təsdiq etmək üçün imza atan o müqəddəs əllərinizi sıxmaq istəyirəm.